Salam, bugün türklərin məşhur yeməyi olan soğan dolması hazırlayacağım. Orta boy soğanı bir tərəfini kəsib qaynamağa qoyuram. Soğan yumuşalıb yarpaqları asanca bir-birindən ayrıldıqdan sonra soğanı götürürəm və bu formada bir-birindən yarpaqları ayırıram. Daha sonra çəkilmiş ətə düyü, ədviyyatlar, göy, duru yağ da əlavə edib yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra soğanın içinə doldurmağa başlayıram və bu formada bükürəm. Daha sonra üzərinə tomat pastası ilə su hazırlayıb üzərinə gəzdirirəm və bişməyə sobaya qoyuram. Və budur, artıq soğan dolmamız hazırdır. Mən ilk dəfə etdiyim üçün çox az etdim. Bəyənsəm çox edəcəm. İnanın ki, soğanı çox sevdiyim üçün o qədər ağız dadıma uyğundur ki, o qədər çox bəyəndim ki, mütləq yenidən edəcəm.